Şahdağ Turizm Mərkəzində Avrasiya Dağ Turizm Forumu təşkil olunub. Avrasiyada dağ turizminin perspektivləri və imkanları mövzusunda baş tutan forum Avrasiya Dağ Kurortları Alyansının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızistan Respublikalarının 150-yə yaxın turizm nümayəndəsi iştirak edib. Bu günlərdə keçirdiyimiz tədbir iki hissədən ibarətdir. Birinci hissəsi idman sahəsi ilə bağlıdır. Burada xizəy təlimçiləri arasında yarışlar, demo düşüşlər, demo enişlər nəzərdə tutulub. Tədbirin ikinci hissəsi isə daha çox işgüzar görüşlər, danışıqların aparılması, Alyansın kurortlarının əməkdaşlığı məsələləri, inkişafı məsələləri, beynəlxalq əlaqələr və sair kimi məsələlər müzakirə olunur. Forumun açılışı Alyansa üzv olan dövlətlərin xizək təlimçilərinin öz milli musiqilərinin müşahidə altında yürüyüşü ilə başlayıb. Yarışın keçirilməsinin əsas məqsədi isə Alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snowboard idman növlərinə marağı artırmaqdır. Bugün Azərbaycandakı Şahdağ kurortunda Dağ Kurortları Alyansının ikinci festivalını keçiririk. Məqsədimiz bu tədbiri maraqlı və məzmunlu etməkdir. Onun ilk hissəsi hazırda iştirak etdiyimiz forum dağ turizminin inkişafına həsr olunub. Biz bu forumu ölkələrimiz üçün əsas müzakirə meydanına çevirmək istəyirik. Bunun üçün ekspertləri və dövlət qurumlarının nümayəndələrini cəlb edirik ki, qarşıda duran çətin məsələlərin həlli üçün birlikdə yollar tapaq. Alyansın təcrübəsi göstərir ki, belə təşəbbüslər real nəticələr verir. Qeyd edək ki, martın 6-sına kimi davam edən forumda Alyansın 2025-2026-cı illərə dair fəaliyyət planı, işbirliyinin artırılmasına dair məsələlər və layihələr müzakirə olunub.